Bu kitabxananın yanında yer var. Belaruski market. Belarus məhsullar satırlar. Təsəvvür eləyin. Ya hər şey vardı orada Belaruslara aid. Süd məhsullarıdır, nə bilim, lap belə şirniyyat və s. hamısı var. Yəni, balaca bir yerdir, böyük yer deyil də belə. Balaca yerdir. Hə, oradan bir şey aldım. Açığı, yəni biri xoşuma gəldi, biri xoşuma gəlmədi, amma çox yaxşı bir şeydir. Həqiqətən, həqiqətən. Aldığım biri ryajenka idi, biri də smetana idi. Smetan da ki, laktoz free idi, yəni laktoza yox idi içində. Çox maraqlı şeydi, o xoşuma gəldi. Ryajenkadakı apartırlar, yəni heç bilmədim o nə idi. Qatığa oxşuyurdu. Açığını deyimsə, başa düşmürdim o nə idi. Amma belə deyək, smetan qəşəng idi. Smetan qəşəng idi dostlar. Belə.